Salam müəllimlər, hər vaxtınız xeyir. Uşaq Birliyi rəhbəri, kitabxanaçılar və laborant işə qəbul imtahanına hazırlaşanlar üçün bir fürsətdir. Bu məntiqdən testlər izah edəcəm. Deməli, hansı ki, bu namizədlərə düşə biləcək testlərdir məntiqdən. Deməli, yuxarıda verilib 9, 16, 11, 7, 12, 15. Əvvəlcə bunları toplayaq. Görürük ki, 9, 16, 11 nə qədər? 25 plus 11, 36. 7, 12, 5 də 24, 36. Bu gördük ki, uyğun gəlmədi. Yəni, əvvəlcə yuxarı ilə aşağını cəmlədim. Gördüm, uyğun gəlmədi. Növbəti variantı yoxlayıram. Növbətidə nə edirik? Deməli, baxırıq ki, diqqətlə baxanda 16, 16, 12, 4 vahid görürsünüz. 16, 12-dən çoxdur. 11, 7. Buradan bax bura. 4 vahid çoxdur. 9 da deməli nədən 4 vahid çoxdur? 5-dən. Deməli burada 4 vahid artıq gəlir. Bu məntiqi bunudur. İndi ikinciyə baxaq. 19, 14, 5 vahid, 22, 17, 5, 7, 2, 5, 5 vahid. Deməli həmin bu artırma da hər dəfə 1 vahid artırır. 4 üzərinə gəlir, 5 gəlir, daha sonra isə 6 gəlir. İndi burada da 6 olmalıdır. 8, 2, 6, 14, 8, 6, 23. 23-ün üzərinə 6 da gələndə, çünki yuxarıda olan çox olandır. 23-ün də üstünə 6 gələndə 29. Deməli, bunun məntiqi bundan ibarətdir ki, hər dəfə 1 vahid artır. Ardıcıllıqdır bir növ. Burada da Y variantı oldu. Daha sonra növbəti misala keçək. Növbəti misalda da